Abbas Ağar. Yollar elvan boyanar, evlerde arzu yanar. Yollar elvan boyanar, evlerde arzu yanar. Köyde mehabbet yağar bayram akşamlarında. Köyden mehabbet yağar bayram akşamlarında. Köyden mehabbet yağar bayram akşamlarında. Köyden mehabbet yağar bayram akşamlarında. Abbas Ağar. Görmezsen yalnızları, al geyer el kızları. Hey, görmezsen yalnızları, al geyer el kızları. Lale kimi kızarar bayram akşamlarında. 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 Her taraf ışık olar, ey başka yaraşık olar. Her taraf ışık olar, başka yaraşık olar. Köylere sevinç konar bayram akşamlarında. Köylere sevinç konar bayram akşamlarında. Mən Azərbaycan xalqının ən əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Mən Tərtər rayonu üzrə Qərbi Azərbaycan icmasının nümayəndəsiyəm. Bu günlə biz həmişə bayramlarda arzu eləyirdik ki, gün o gün olsun, işğal altında olan torpaqlarımız işğaldan azad olunsun, öz torpaqlarımızda bayramımızı qeyd eləyək. O arzumuza çatmışıq. Bizim Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlıq versin. Allah prezidentimizin bayrağını bundan da yüksək eləsin. Ana babam Dərələzdəndir, ata babam Gedidəndir. Biz bu kənd bu İrəvanlı kəndi salınıb 1928-ci ildə mənim ana babam tərəfindən salınır. Onlar ana babamgil, nənəmgil 9 nəfər olub. Babamgil 7 nəfər. Qaça-qaçda onun hamısını qırıblar. 3 nəfər nənəmgil gəlib çıxıb, 2 nəfər babamgil. Bu kənd salınıb 28-ci ildə. Hazırda siz özünüzdə bu kənddə məskunlaşmışsınız. Bəli, bu kənddə məskunlaşmışıq. Mənim anamgil 28-ci ildə ana babamgil bu kəndi salıb, atamgil 48-50 repressiyasında gəliblər bura. Gəlib burada məskunlaşıblar. Necə? Ümid varmı yəni o yerlərə qayıdıb? Mən tam əminliklə deyə bilərəm ki, ora bizim dədə-baba, ata-baba yurdumuzdur. Özdə bizim möhtərəm prezidentimizin apardığı bu siyasət nəticəsində biz qısa müddətdə mən deyə bilərəm ki, necə indi işğaldan azad olunmuş torpaqlarımızda bayramı keçirdirik, bu yaxın müddətdə biz Qərbi Azərbaycanda öz yurtlarımızda, yurdumuzda, ata-baba torpağımızda bu bayramlarımızı qeyd edəcəyik. Bəli, mən bir şey deyə bilərəm ki, Şimali, Cənubi, Qərbi Azərbaycanımız birləşib vahid Azərbaycan yaranacaq. Bu qaçılmazdır. Şəhidlərimizə Allah Teala'dan rəhmət diləyirəm. Onların ruhu qarşısında bugünkü bu sevinci bizə yaşatdıkları üçün baş əyirəm. Möhtərəm prezidentimizə də can sağlığı arzu edirəm. Bizim Azərbaycan xalqının möhtərəm prezidentimizdən uğurları hələ qabaqdadır.
Tərtər rayon icra hakimiyyəti, Qarabağ Regional Mədəniyyət İdarəsi, Tərtər rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Novruz bayramı günləri çərçivəsində hər həftə rayonumuzun müxtəlif kəndlərində çərşənbələri böyük coşku ilə qeyd edilir. Diqqətinizə çatdırırıq ki, bugünkü 10 çərşənbəsini sizlərlə birgə İrəvanlı kəndində, növbəti yer çərşənbəsini isə Qaradağlı kəndinin mərkəzində qarşılayacağıq. Bugün Ot çərşənbəsidir. Xalqımızın zəngin ənənlərindən biri olan Ot çərşənbəsi, qədim bayramlardan olan Novruza doğru addımladığımız ikinci çərşənbədir. Hər birimiz üçün çərşənbə həm mənəvi qayıdışdır. Ruhumuzun qidası olan bu bayram bizi öz əzəli torpaqlarımıza qovuşturacaq ən böyük mənəvi körpüdür. Hörmətli tədbir iştirakçıları, nəzərinizə çatdırırıq ki, rayonumuzda 13 minə yaxın qərbi Azərbaycanlı soydaşlarımız məşğullaşmışlar. Bugün burada İrəvanlı kəndində qərbi Azərbaycanlı bacı və qardaşlarımızla birgə bayramın gəlişini qeyd etmək bizim üçün daha xoş və qürur vericidir. Ümid edirik ki, bugün doğma Qarabağımızda, Laçında, Şuşada bayram tonqalları yandırıldığı kimi gün gələcək qərbi Azərbaycanımızda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə bayram tonqalları alovlandırılacaq. İndi isə təbrik üçün sözü rayonumuzun başçısı Cənab Müstəqim Məmmədova veririk. Və xahiş edirik ki, hörmətli başçımız bayram tonqalını alovlandırsın.
neçə eləyir? 72. 48 bir yerdə qalsa 24 gəlir bura. 1, 2, 72 sayılacaq. Qalxmasa o daş demək sayılmadı. Sümüyümüz dəbərdən vur. Tərəkəmə vur. Hemen şuradan. İfa edir Soyulan Kent Folklor Klubu'nun Yallı Rex grubu. İndi ise tebrik için söz verilir Tərtər rayon icra hakimiyyətinin başçısı Cənab Müstəqim Məmmədova. Çox hörmətli İrəvan kənd sakinləri, şəhid ailələri, qazilərimiz, bizim bugün müqəddəs Ramazan ayı içində Novruzun gəlişi olan çərşənbələrimizi qeyd edirik və bugün də ot çərşənbəsini biz əvvəlcədən hazırlaşdığımız kimi İrəvanlı kəndində keçirməyi məsləhət bildik və əslində elə düz eləmişik ki, bu çərşənbənin birini bu kənddə keçirilməsinə nail olduq. Yəqin ki, bugün dünya xəritəsinə baxanda dünyanın bütün torpaqlarında, bütün dövlətlərdə münaqişələr var, lakin Azərbaycan yeganə dövlətdir ki, öz Azərbaycan dövləti tarixində son 300 ildə işğal altında olan torpaqları geri qayıdıb. Bugün torpaqlarımız, işğaldan azad olmuş torpaqlarımız abadlaşır, yeni ağıllı kəndlər, ağıllı qəsəbələr, ağıllı ev layihələri həyata keçirilir. Bugün biz məcburi köçkün qardaşlarımızın, soydaşlarımızın öz doğma yurt divarına qayıdarkən öz
doğma yurtlarında, öz evlərində möhtərəm prezidentimizlə görüşlərində görürük. Bugün Azərbaycan söz nəsil mənasında sürətlə inkişaf edən bir dövlətdir. O cümlədən Tərtərimiz, möhtərəm prezidentimiz Ailə Başkanı Namzı İlham Əliyev cənablarının, eləcə də birinci prezidentimiz Mehriban xanım Əliyevanın diqqət qayğısı. Bugün Tərtərin 400 şəhidi, 396 qazisi var ki, bugün biz onlarla fəxr edirik və bugün orduda da xidmət edənlə bir yerdə 8166 veteranımız var. Bu sözün əsl mənasında bu sadalığım rəqəmlər bizim qəhrəmanlığımızın bariz nümunəsidir. Aman Tərtərlər, əziz İrəvanlı kənd sakinləri, sizin hər birinizi müqəddəs Ramazan ayında o çərşənbəniz münasibətilə təbrik edirəm. Qarşıda qadınlarımız gəlir. Bir neçə gündən sonra 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edəcəyik. Qadınlarımızı təbrik edirik. Qoy həmişə üzlərindən sevinç, ailələrindən xoşbəxtlik, bütün el obasında firavanlıq olsun. Bir daha bayramınız mübarək, hər birinizi təbrik edirəm. İrəvanda xalq almadı. Oxuyur Mədəniyyət Mərkəzinin öz fəaliyyət dərnəyinin üzvü Aydın Məmmədov. Bütün İrəvanlı sakinlərini rəqsə dəvət edirik.